Salam əziz müqavilə sertifikasiyaya hazırlaşanlar. Bugünkü mövzumuz futbol mövzusudur. İlk öncə başlayaq futbolun yaranması haqqında. Futbol ilk dəfə yaranıb İngiltərədə 1863-cü ildə. 1863-də yaranıb İngiltərədə. Azərbaycanda isə 1911-ci ildə yaranıb. Futbol meydançasının ölçüləri haqqında danışaq. İlk öncə onu deyək, meydança həm süni örtük, ot örtüyü, həm də təbii ot örtüyü ola bilər. Amma istisna hallar süni ot örtüyü olması üçün yarış reglamentinə uyğun olmalıdır. Yəni yarışın reglamenti icazə verərsə, ot örtüyü süni ola bilər. Meydançanın ölçüləri 100, 110, eni isə 64, 75. Bu bizim maksimum və minimum ölən ölçülərdir. Bu ölçülər FIFA tərəfindən, yəni Beynəlxalq Futbol Federasiyası tərəfindən təsdiq olunmuş standart ölçülərimizdir. Meydançada gördüyünüz bütün xətlərin qalınlığı 12 santimetr. Qapının ölçüləri, dirəklər arası məsafə 7,32, dirəyin hündürlüyü 2,44, mərkəzi dairənin radiusu 9 metr 15 sant, mərkəzi dairənin diametri, yəni çevrəsi 18, 30. Sonra gəldik qapının, meydançanın künclərində olan künc qövsləri var. Künc qövslərinin ölçüsü 1 metr. Həmçinin bu künc qövslərindən 1 metr 50 sant, yəni metr yarım olan künc bayraqlar olur. Yəni 4 dənə meydançada 4 dənə künc bayrağı var. 4 dənə künc qövsü var, 1 metr qövsü. Həmçinin də 4 dənə künc bayrağı var ki, 1,50 santimetrdən yüksək olmamalıdır. Meydançada gördüyünüz başlanğıc nöqtəsidir, penaltı nöqtələridir. Bunların da ölçüsü 0,3 santimetrdir. İndi isə hissələrlə tanış olaq. Oyun neçə dəqiqə davam edir? Futbol oyunu 90 dəqiqə davam edir. 45 plus 45. Yəni 2 hissədən ibarətdir. 2 hissədən 90 dəqiqədən ibarətdir. 45 dəqiqə bu bizim oldu birinci hissəmiz. Bu da bizim oldu ikinci hissə. Hissə arası fasiləmiz isə 15 dəqiqə olur. Hissə arası fasiləmiz. Oyunun gedişatına baxaq. Oyun necə başlayır? Oyunumuz başlayır püşkatma ilə. Püşkü qazanan tərəf ya meydançanı seçir, belə deyim, yarım zonanı seçir, qapını seçir və yaxud da mərkəzdən başlamağı seçir. Belə deyim, əgər püşkü A komandası qazandısa, A komandası ya mərkəzdən başlamağı, yəni topu seçir və yaxud da qapını seçir. Əgər A komandası mərkəzdən başlamağı seçibsə, artıq ikinci hissədə məcburi şəkildə B komandası mərkəzdən başlayacaq. Yəni belə deyim, birinci hissədən oyunu B komandası başlayıbsa, ikinci hissədə A başlayacaq. Və yaxud da birinci hissədə A başlayıbsa, ikinci hissədə də B komandası oyuna başlayır. Futbolun federasiyaları haqqında danışaq. Bayaq da qeyd etdiyimiz kimi, futbolun federasiyaları var. Ümumiyyətlə, federasiya nədir ona baxaq. Bütün idman oyunlarının və bütün idman növlərinin özünün federasiyası var. Federasiyalar həmən idman oyununa nəzarət üçündür. Məsəl üçün, futbolun federasiyaları var. Onlara baxaq. Başlayaq. Dedik futbolun federasiyaları. FIFA yaranıb
1904, UEFA yaranıb 1954, AFA yaranıb 1992. Bəs yaxşı, nə deməkdir bunlar? FIFA Beynəlxalq Futbol Federasiyası adlanır. UEFA isə Avropa Futbol Federasiyası adlanır. AFA isə Azərbaycan Futbol Federasiyası Assosiasiyası adlanır. Belə deyim, dünyada baş verən, keçirilən oyunların, futbol oyunundan söhbət gedir. Futbol oyunlarının təşkilatçılığıdır, oyuna nəzarətdir, turnirlərin keçirilməsidir. Buna nəzarət edir FIFA. Avropada keçirilənə nəzarət edir, yəni Avroliqadır, Çempionlar Liqasıdır. Bunlara nəzarət edir, təşkil edir UEFA. Düşündüyümüz kimi AFA isə Azərbaycanda keçirilən idman yarışlarıdır, yəni futbol yarışlarıdır, futbol turnirləridir. Bütün bunlara nəzarət edir AFA. Hissələrimizlə tanış olduq. İndi isə keçək əsas məsələ heyətimizlə tanış olaq. Futbol 11 nəfərlə oynanılan komandalı idman oyunudur. 11 nəfərlə, yəni 11 əsas oyunçu ilə oynanılan, belə deyək. Bu bizim 11 əsasımızdır. Bizim 3-dən 15-ə qədərsə ehtiyat oyuncumuz olur. Bəli, dedik. Bizim 11 əsas, 3-dən 15-ə ehtiyat. Ümumi eləyir 26 nəfər. Əgər bizdən komandanın ümumi heyətini soruşarsa, biz götürürük 26. Əsas heyət, yəni meydanda oynayan heyəti soruşursa, biz götürürük 11 nəfər. Həmçinin digər idman oyunlarında olduğu kimi biz ehtiyatı gətirməyə də bilərik və yaxud da 2 nəfərlə gələrik, 5 nəfərlə gələrik, 0 nəfərlə gələrik. Bu məşqçinin özünün seçimidir. Bəs əsas heyətdə nə cürdür? Biz neçə nəfərlə meydana çıxa bilərik? Oyunun başlaması üçün neçə nəfər lazımdır? Bizim 11 nəfərdən istəsək 9-u ilə də çıxarıq, istəsək 8-i ilə də, istəsək 7-si ilə də. Artıq burada limit bitdi. Biz bir sözlə meydana oyunun başlaması üçün bizə minimum 7 nəfər lazımdır, maksimum 11 nəfər. Bəs yaxşı, 7-dən azla meydana çıxsaq nə baş verir? Bu zaman komanda texniki məğlubiyyət alır, 3-0 uduzmuş sayılır. Yəni 3 xallıq uduzmuş sayılır. Belə ki, futbolda xallar belə hesablanır. Qalibə 3 xal, məğluba 0 xal, heç-heçiyə isə 1 xal verilir. İndi bunu yenidən toxunaraq mövzuya. Heç-heçə anlayışında belədir. Elə bir oyun var ki, onun oyunun reglamentinə əsasən biz oyunu heç-heçədə bitirə bilərik. 90 dəqiqə bitib heç-heçədə olur. Və yaxud da qalib mütləq müəyyənləşməlidirsə, bu zaman heç-heçə anlayışı olmur. Burada belə deyim də, futbolda həm heç-heçə anlayışı var, həm də yoxdur. İndi onun növbəti dərsdə izah edəcəm. Heyətimizə qaydaq dedik. Biz 11 nəfərin 9-un, 8-in və yaxud da 7-sin, bir sözlə 7-dən azla meydana çıxa bilmərik. Bəs ehtiyat oyuncularımızın əvəz etmə proseduru nə cürdür? Proses belədir. Hansı halda əvəzlənə bilər oyuncu? Oyuncu zədələnərsə və yaxud da oyun performansı aşağı düşərsə, bu zaman bizim komandaya, yəni məşqçiyə 3 cəhd verilir. Əvəz etmək üçün 3 cəhd verilir. 3 cəhd və 5 əvəz etmə limiti var. Biz belə deyim, 5 oyunçunu 3 cəhddə əvəz etməliyik. Yəni bu proses 3 cəhdə reallaşmalıdır. Bunun üçün biz nə edirik? Belə düşünək, əgər bizim 3 cəhdimiz varsa, birinci cəhdə 5 nəfərdən ikisini dəyişdik, yəni əvəz elədik.
Həmçinin əvəz etmə top ölü olan zaman və hakimə bildirilərək əvəz olunur. Yəni top meydanı tərk edən zaman biz əvəz etməni reallaşdıra bilərik. Dedik, birinci cəhddə 2 oyunçunu dəyişdik, ikinci cəhdimizdə yenə bir 2 oyunçunu dəyişdik. Qaldı neçə oyunçumuz? Dedik 5 dənə limitin 5 dənə oyunçu dəyişə bilərik. Qalıbdı 1-i, artıq 1 qalıb. Cəhdimizin neçəsi qalıb? Bir dənə də cəhdimiz qalıb. Artıq 3-cü cəhddə birini dəyişdik, artıq bizim cəhdlərimiz qurtardı. İstisna hal kimi, əgər oyun gedişatında komandanın belə deyək, limiti bitibsə, bizim oyunculardan da biri kəllə-beyin travması alarsa, o məcburi əvəz etmə sayılır. O zaman da bir əvəz etməyə, yəni bir cəhdə icazə verilir. Həmçinin belə bir şey də var. Biz ümumiyyətlə birinci cəhdə artıq 5-in də əvəz edə bilərik. Artıq biz birinci cəhdə 5-in də əvəz edə bilərik və yaxud da saxlayıb 3 cəhdə əvəz edə bilərik. Yəni burada rəqəmlər şərtidir. İstəyirsən sən birinci cəhdə 4-ün əvəz elə, 3-ün əvəz elə. Yəni şərt deyil ki, ikisini əvəz eləyəsən. Oyunun başlanğıcını dedik. Püşkü qazanan gəlir mərkəzdən başlayır. İndi onu izah edeyim. A komandası, B komandası. Tutaq ki, püşkü qazanıb A komandası gəlir 0.3 santimetrlik olan mərkəzi dairədən oyuna başlayır. Bəs oyunun başlanğıcı nə cür gedir? Başlanğıc zamanı A komandasının oyuncuları və B komandasının oyuncuları daxil olmaqla bütün hər kəs gördüyünüz bu 18-30 radiusdan, diametrdən üzr istəyirəm. 18-30 santimetr olan diametrdən kənarda dayanır və öz zonalarında. Futbolda belədir də, oyun başlanğıcı zamanı basketbolda fərqlidir, futbolda belədir. B komandasının oyuncuları öz yarım zonasında, A komandası öz yarım zonasında. Başlanğıc, yəni topu başlayan şəxsdən başqa bütün digər oyuncular meydançada olur bu dairədən kənarda. Yəni 9 metr 15 santimetr. 9 metr 15 santimetr məsafədə hər kəs aralı dayanır. Həmçinin gördüyünüz bu 9 metr 15 santimetr məsafə cərimə atışları zamanı da gözlənilir. Yan xətti, küncdən, yan xətt yox, yan xəttdən 2 metrdir. Küncdən, künc zərbəsindən, penaltı atışı zamanı, sərbəst atışlar zamanı bu hallarda yenə də bax bu 9 metr 15 sant məsafə futbolçular tərəfindən gözlənilir. Penaltı atışıdır həmçinin, cərimə atışıdır. Bunlarda bu məsafə gözlənilir. Həmçinin mərkəzdən başlayan zaman rəqib qapısına birbaşa vurulan qol qeydə alınır. Ancaq mərkəzdən başlayan zaman bizim oyuncu öz qapımıza qol vurarsa, bu zaman qeydə alınmır. Əslində futbolda belə bir epizod reallaşmayıb, amma qayda olaraq mövcuddur. Çünki heç bir oyuncu belə deyim, rəqib qapısını qoyub öz qapısına qol atmaz. Yəni atarsa da qol olmur. Bu zaman bəs nə olur? Bu zaman rəqib gəlir, əgər biz öz qapımıza qol atmışıqsa, rəqib gəlir bizim qapının küncdən zərbəsindən, küncündən topa başlayır. Yəni cərimə atışı deyək də, künc zərbəsi atışı eləyir. Həmçinin bu qayda tətbiq olunur. Dedik, başlanğıcdan öz qapımıza vurularsa, gedib rəqib küncdən zərbə başlayır. Həmçinin yan xəttdən öz qapımıza top atarıqsa və yaxud da küncdən zərbə zamanı öz qapımıza top atarıqsa, bu hallarda da rəqib gəlir, küncdən zərbə başlayır, yəni bizim əleyhimizə. Yan xətt demişkən, yan xəttdən topun oyuna daxil edilməsi proseduru nə cürdür, hansı halda baş verir, bunlarla tanış olaq. Yan xəttdən top hansı halda çıxmış sayılır. Futbolda belə bir qayda var. Gördüyünüz xəttlər, həmçinin qapı xətti daxil. Əgər top qapı xəttini və yaxud da yan xətti yerlə hava ilə tam keçərsə,
Bax, tutaq ki, qapı xəttidir. Top tam keçibsə qoldur. Amma xəttin üzərindədirsə top, qol deyil. Yəni top qapı xəttini tam keçərsə qoldur, keçmərsə qol deyil. Həmçinin yan xəttdən topun çıxması prosediri də eynidir. Top yan xətti hava ilə və yerlə tam keçərsə çıxmış sayılır. Top xəttin üstündə olmağı heç də topun çıxması demək deyil. Küncdən zərbə haqqında danışaq. Küncdən zərbə nədir? Hansı halda bu baş verir? Küncdən zərbə, belə deyim, müdafiə olunan komandanın oyuncusu, müdafiə olunan komanda, B komandası müdafiə olunur. A komandası hücumdadır. A komandasının hücumu zamanı və yaxud da hücum zamanı olmasın, fərqi yoxdur. Bir sözlə, müdafiə olunan komandanın oyuncusu və qapıcısından top arxa xətti, yəni qapı xəttini deyək də belə, arxa xətti hava ilə yerlə tam keçərsə, bu zaman küncdən zərbə təyin edilir. Küncdən zərbə təyin ediləndə rəqib gəlir, küncdən zərbə ilə topu oyuna daxil edilir. Küncdən zərbədən birbaşa qapıya vurulan qol qeydə alınır. Amma yan xəttdən sərbəst atışdan və mübahisəli top atışından qapıya birbaşa vurulan qollar qeydə alınmır. Yenə deyirəm, bax, belə deyim, cərimə atışıdır, penaltı atışıdır, mərkəzdən birbaşa qapıya qoldur, küncdən birbaşa qapıya qoldur, olarsa qeydə alınır. Qeydə alınmır harda? Sərbəst atışlarda, sonra mübahisəli top atışlarında, bir də yan xəttdən birbaşa qapıya vurulan qollar bu halda, bu üç halda qeydə alınmır. Hə, künc zərbəsində dedik, ya arxa xətti tam keçdisə, bu zaman künc zərbəsi qeydə alınır. Hakim heyəti ilə tanış olaq. Hakimimiz 4 nəfərdən ibarətdir. Bunlardan biri baş hakim. Baş hakim meydan daxilində olur, oyun epizodlarına nəzarət edir və cərimə, sərbəst atış, digər hallara pit salaraq oyunu dayandırır və birbaşa nəzarət edir, müdaxilə edir. Bizim əlavə digər hakimlərimiz 2 dənə yan xətt hakimi, 2 dənə yan xətt hakimi, yan xətt hakimlərimiz hər ikisi ofsayta nəzarət edilir, həmçinin hakimin görmədiyi epizodları hakimə bildirir və yaxud da qərar verə bilir. Bu da baxır hansı nüanslara. Hakimlər, yan xətt hakimləri olur. Bax, gördüyünüz bu yan xəttdə, xəttdən kənarda, yəni meydandan kənarda, bax, gördüyünüz bu hissədən də əllərində bayraq, əsasən ofsayt olan epizodlarda bayraq qaldıraraq oyunu dayandırırlar. Bizim əlavə bir hakimimiz də var, o isə tablo hakimi adlanır. Tablo hakimi isə bayaq dedik əvəz etmələr, əvəz etmə zamanı oyuncuların nömrələrini tabloda göstərir, hesabları qeydə alır. Hakim heyətindən danışmışsan, futbolda var hakimi də var. Var hakimi nədir? Var hakimi nədir? Var video hakim sayılır. Var hakimləri oyunun gedişatında videoya baxaraq, belə deyək, oyunun video təkrarına baxaraq oyunda olan qayda pozuntulardır və yaxud da digər hadisələri hakimə bildirə bilərlər. Həmçinin də bizim komandaların vara müraciətləri ola bilər. Belə deyək, A komandası, B komandası, tutaq ki, A komandasını 4 halda vara müraciət edirlər. Fərqi yoxdur, A və B şərti addır. Biz qısa konkret vara 4 halda müraciət edə bilərik. Hansı hallarda? 1. Penaltinin olub olmaması. Penaltinin olub olmaması. 2. Hakimi qırmızı kart
qırmızı kart verməsi, 3 hakimin yanlış oyuncuya kart verməsi. 4 golun qeydə alınıb alınmaması. Dedik, VAR-a 4 halda müraciət edə bilərik. Bunlar hansı hallardır? Birinci, penaltinin olub olmaması. Nə deməkdir bu? Başlayaq, birincidən başlayaq. Penaltinin olub olmaması nədir? İlk öncə baxaq görək, penalti nədir? Penalti gördüyünüz 40.32 santimetrlik ölçüdə olan qapıçı meydançası, yəni cərimə meydançası belə deyək, cərimə meydançası daxilində rəqib tərəfindən, belə deyim, bu hissə olsun A komandasının cərimə meydançası, A komandasının cərimə meydançası daxilində hücum edən komandaya qarşı, belə deyim, hücum edən komanda kimdir? Bizik. A komandası müdafiə olunan komandadır. Biz də hücum edən komandayıq. Biz cərimə meydançası daxilində hücumda olarkən, top ayağımızda hücumda olarkən müdafiə olunan komanda tərəfindən bizə qarşı olunan kobud rəftar, yıxdı, itələdi, badalaq verdi, köynəyindən tutdu, dartdı oyuncunu, belə deyək, hücumun qarşısını aldı, potensial hücuma qarşı oynadı, fərqi yoxdur. Burada baş verən cərimə epizodları, yəni faullar penalti ilə cəzalandırılır. Penalti nöqtəsi 11 metrlikdən birbaşa qapıya vurulan bir epizoddur. Həmçinin penaltı atışı zamanı bütün oyuncular gördüyünüz bax bu hissədə kənarda olmalıdır. Yəni 9 metr, 15 metr, 9 metr, yəni bu görürsünüz də bu çevrəni. 9 metr 15 sm məsafədə hər bir kəs kənarda dayanmalıdır. Yəni həm bizim oyuncular, həm rəqib oyuncular penaltı atışı zamanı burada kənarda dayanır. Bəs yaxşı, penaltı atışı zamanı qapıçının mövqeyi necə olur? Qapıçı penaltı atışı zamanı xətti, gördüyünüz qapı xəttinin üzərində dayanmalıdır. Xəttdən irəli və arxaya çıxa bilməz. Fit salınan zaman top birbaşa qapıya vurur. Bəs yaxşı, penaltı atışı zamanı penaltı atışı edənin bir məhdudiyyəti qaydası varmı? Bəli. Bu zaman penaltı atışı zamanı penaltı atışını edən şəxs birbaşa qapıya zərbə endirməlidir, pas verə bilməz, geriyə pas ötürə bilməz, istisna pas verə bilər. Burada bir nüans var. Düzünə pas verə bilər, düzünə pas verər. Pas top ayaqdan çıxdıqdan sonra dedik axı kənarda oyuncular dayanıb. Yəni bu xəttdən qıraqda oyuncular. Oyuncular gəlib vura bilər. Yəni pası verib təzədən özü vura bilməz. Həmçinin penaltı atışı zamanı qapıcıdan qayıdan topu özü və komanda yoldaşları vurarsa qol qeydə alınır. Amma dirəkdən qayıdan topa qayıdıb həmən oyuncu qol vursa qeydə alınmır. Yəni dirəkdən qayıdan topa vurarsa qol qeydə alınmır. Amma qapıcıdan qayıdan topa yenidən vurarsa qol qeydə alınır. Aha, gəldik penaltinin olub olmaması. Penaltinin olub olmaması bayaq da dediyimiz kimi cərimə meydançası daxilində məsəl üçün bir yıxılma epizodu olub və yaxud da dartma, çəkmə epizodu olub və hakim burada penaltı təyin edib. Amma penaltinin olub olmaması mübahisəlidir. Yenidən VAR-a müraciət olunur və VAR-da video təkərə baxılır ki, məsəl üçün belə deyim, həqiqətən burada penaltı atışı yoxdur. Yəni penaltı təyin edilə bilməz. VAR-da axırır, analiz edilir, yəni ona da baş hakim baxır. Baş hakimə müraciət edirlər, baş hakim gedir, video təkərə baxır, görür ki, məsəl üçün burada həqiqətən penaltı var, yoxsa yoxdur. Digər şey, hakim qırmızı kart verərsə, hakim belə deyək, qırmızı kartlıq bir epizodda qırmızı kart verib, amma həqiqətən qırmızılıq bir epizod yoxdur. Hansı halda qırmızı verə bilər? Oyuncu qəsdən ayağa topla girərsə, qəsdən vurarsa və bu epizodlar qırmızı kartdır. Amma
Elə epizod var ki, orada belə deyək, hakimlik dərəcəsinə gedib çıxır, düzdür. Elə epizodlar var ki, orada həm qırmızı ola da bilər, olmaya da bilər. Bu zaman hakim mübahisəli epizod kimi dəyərləndirir və video təkrara baxır. Qırmızı kart verilibsə ləğv eləyir. Və yaxud da baxdı, təsdiqlədi ki, elə həqiqətən bu epizod qırmızılıq epizoddur, bu zamanda qalır. 3. Hakim yanlış oyuncuya kart verərsə. Yanlış oyuncuya kart verirsə nədir? Burada bir dənə nüans var. Hakim birbaşa qırmızı kart verərsə vara baxıla bilər. Birbaşa qırmızı kart nədir və yaxud da digəri nədir? Onu izah edək. Birbaşa qırmızı kart odur ki, hər hansı bir epizodda hakim birbaşa qırmızı kartı çıxartdı verdi. Yəni sarı vermədən. Sarı kartlarla bağlı bir danışaq, onu başa düşəsiniz. Bizdə oyunda iki cür kart var. Sarı və qırmızı. Sarı kart rəsmi xəbərdarlıqdır. Qırmızı oyunu, komanda oyuncusu oyunu tərk edir. Bəs yaxşı, birbaşa qırmızı kart dedik. Hansı halda olur? Kobudluq nəticəsində hücumun qarşısı alındı, birbaşa qırmızı kart verildi. Sarı kartda bəzi yüngül epizodlarda. Əgər bir oyuncu bir dənə sarı aldısa, rəsmi xəbərdarlıq, ikinci dəfə yenə bir səhv edib ikinci sarını da aldısa, artıq avtomatik qırmızı kart alır. Yəni hakim bir dənə sarını verdi, ikinci sarını verdi, ardınca qırmızı kart çıxır. Qırmızı kart çıxan kimi bu zaman oyuncu oyundan bir dəfəlik kənarlaşdırılır. Yəni bir oyunluq kənarlaşdırılır. Belə deyək. Bəs yaxşı, yanlış oyuncuya kart verilməyi nədir? Yanlış oyuncuya kart verilməyi odur ki, biz oyun epizodunda qarmaqarışıqlıq düşüb, bu zaman hakim çaşaraq belə deyim, mənə yox, mənim rəqibimə kart verdi. Burada artıq etirazlar var, başlayır ki, biz əslində kart almamalıydıq. Bu zamanda vara müraciət olunur, video təkrara baxılır. Qolun qeydə alınıb alınmaması. Qolun qeydə alınıb alınmaması. Qolun qeydə alınıb alınmaması nədir? Futbolda qol olması üçün birinci qol qayda çərçivəsində vurulmalıdır, müəyyən qaydalar var. Həmçinin top qapı xəttini tam keçməlidir ki, qol olsun. Əgər top qapı xəttinin üzərindədirsə, bu zaman qol qeydə alınmır. Belə çaşdırıcı epizodlar olur, ona görə vara müraciət olunur ki, yəni həqiqətən qol olub, yoxsa yox. Həmçinin yan xəttdən top çıxan zaman, bu zamanda top yan xəttdən çıxmağı üçün xətti tam tərk eləməlidir. Hava ilə yerinə fərqi yoxdur. Top xətti tam tərk elədisə, bu zaman top çıxmış sayılır. Bayaq dedik ki, futbolda həm heç-heçə anlayışı var, həm də heç-heçə anlayışı yoxdur. Nə deməkdir bu? Bunu izah edək. Oyun 90 dəqiqə davam edir. 45. Artıq 90 dəqiqə bitib və hesab bərabərdir. Yenə deyirəm, yarışın reglamenti icazə verirsə, bu halda həriyə bir xal verilir. Yəni bərabər bitibsə, heç-heçədirsə həriyə bir xal verilir. Amma yarışın reglamentində mütləq qalib müəyyənləşməlidirsə, bu zaman işlər dəyişir. Nə baş verir? Biz 90 dəqiqə bitdikdən sonra gedirik əlavə hissələrdə oyunun taleyini əldə etməyə. Əlavə hissələrdə 15 dəqiqə birinci hissə davam edir, 15 dəqiqədə ikinci hissə. Yəni əlavə hissədə biz ümumi yarım saat daha oynayırıq. Bunlar arasında fasilə kiçik su fasiləsi deyilir. Yəni əlavə hissələr arasında fasilə olmur. Əlavə hissələrə gedilərkən də fasilə olmur. Kiçik su fasiləsi nədir? 1 dəqiqə müddətinə, 1 dəqiqədən az müddətə biraz fasilə verilir və gedilir.